Avropa Şurası Parlament Assambleyasının Monitoring Komitəsi Azərbaycan hakimiyyətini demokratik institutların fəaliyyəti sahəsində qanunvericiliyin reallaşması üzrə işi canlandırmağa çağırıb. Bu çağırış Azərbaycan üzrə həmməruzəçilər Pedro Agramont və Joseph Greşin ölkənin Avropa Şurası qarşısındakı öhdəlik və tövsiyələri yerinə yetirməsi barədə hesabat təqdim edildikdən sonra səslənib. Komitə Azərbaycanın monitoring proseduru altında saxlanmasını məqsədə uyğun sayır. Hesabatda qeyd olunur ki, Azərbaycan Avropa Şurasına daxil olduğu vaxtdan demokratik institutların fəaliyyəti üçün qanunverici bazarın yaradılması üzrə bəzi irəliləyişə nail olub. Lakin eyni zamanda məhdudiyyətli tətbiq və bəzi qanunların pozulması qanunun aliliyinin təminatı və insan hüquqlarına hörmət edilməsi ilə bağlı narahatlığı artırır. Məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı problemlər qalmaqdadır. Həmməruzəçilər siyasi pluralizmin təminatı məsələsi ilə bağlı qeyd edirlər ki, Azərbaycanın bir sıra tanınmış müxalifət partiyaları parlamentdə təmsil olunmayıblar. Eyni zamanda, Hakim Yeni Azərbaycan Partiyası parlamentdə siyasi fraksiyanın yaradılması hüququna malik yeganə partiyadır. Hesabat müəllifləri əsas azadlıqlar, fikir, ifadə, toplaşma, birləşmə azadlıqları ilə bağlı vəziyyətdə həyəcanlı adlandırır. Jurnalistlərin, fəalların uydurma ittihamlarla həbsi ilə bağlı hüquq müdafiəçilərin məlumatları da narahatlıq doğurur. Qanunvericiliyə icazəsiz nümayişlərin təşkilatçılarına və iştirakçılarına qarşı cərimələrin artırılmasını nəzərdə tutan düzəlişlərin qəbulu da narahatlıq doğurur. Həmməruzəçilər polis şöbələrində ilkin saxlama, istintaq və penitensiar müəssisələrdə cəza dövründə ehtimal olunan işgəncə halları ilə bağlı məlumatların olduğunu qeyd edirlər. Monitoring Komitəsinin təqdir etdiyi qətnamə layihəsində söz gedən problemlərin aradan qaldırılması üzrə tədbirlərin qəbulu təklif olunur. Tövsiyələr arasında həbsdə olan jurnalistlərin və fəalların işinə yenidən baxılması, azadlığa buraxılması üçün bütün mümkün hüquqi alətlərdən istifadə olunması da var. Avropa Şurası Parlament Assambleyası Azərbaycanın seçki sisteminin təkmilləşdirilməsini, qeydilərin qeydiyyatında maneələrin aradan qaldırılmasını, beynəlxalq qeydilərin qeydiyyatı prosedurunun sadələşdirilməsini, parlamentdə müxalifət fraksiyasının yaradılması üçün şəraitin təminatını tövsiyə edir. Qətnamə layihəsi təsdiqlənmək üçün yanvarın 21-25-də Strasburqda Assambleyanın qış sessiyasına çıxarılacaq.